komponentləri yerləşdirdikdən sonra artıq biz başlayırıq proporsiyaya əsasən ölçüləri yerinə qoymağa. Bu nə deməkdir? Sən müəyyən bir nisbət götürməlisən və o nisbət üzərində heykəlin ölçülərini təhlil eləməlisən. Aydındır necə? Deyək ki, sənin qarşına dayanan fiqur indi hazırda Yunan heykəllərindən biri olan Dianadır. Diananın ümumi hündürlüyünü və enini tapa bilmək üçün onun oturacağında olan pastavka, hansı ki daş var, onun hündürlüyü nisbətindən götürərək ümumi ölçünü təyin edə bilərsən. Diananın ümumi ölçüsündə ölçünü alaraq götürsən, görəcəksən ki, daşın hündürlüyü ümumi ölçüdə 6,5 yerləşir. Yəni, bu ölçü ümumi ölçüdə sənin təyin elədiyin komponentkada 6,5 yerləşir. 1, 2, 3, 4, 5, 6 yarım. Aydındır? Və eni necə? Daşın hündürlüyünü tapdıq. Deyərsən ki, bəs mən indi eni necə təyin edeyim? Daşın hündürlüyü, ölçünü götürürsən, götürdüyümü, eninə götürdüyündə görəcəksən ki, 1, 2 yarım. Yəni, hündürlük enində 1, 2 yarım.